Hər vaxtınız xeyir olsun. Bu videomuzda ümumi sınaq imtahanı 4-ün suallarının izahını verəcəm. Gəlin keçək suallarımızın izahına. Ayın ədədi silsiləsində A23 çıxılsın A11 60 olarsa silsilə fərqini bizdən soruşur. Silsilə fərqinin düsturunu bilən şagird bunu yaza bilər asanlıqla, amma bilməsən də yenə problem deyil. Mən götürərəm burada A23-ü belə yazaram. Bax. Yazıram ki, A23-ün yerinə belə yazsam olarmı? A11 üzərinə gəlinsin 12D. Çıxılsın A11 yenidən yazaq. A11 bərabər 60-a. Buradan A11'lər gedəcək. 12D bərabər 60 olarsa D buradan 5 olacaq. Silsilə fərqi soruşulurdu. C bəndi doğru cavab. 2 nömrəli suala baxaq. A kubu B çıxılsın A kvadratı B kubu ifadəsinin vurğuları ayrındır. Buradan A kvadratını hər ikisində olduğuna görə, bir də hər ikisində B olduğuna görə B-ni mötəzi kənarına çıxarsaq, qalacaq A-dan bir dənə, sonra qalacaq B-nin kvadratı. Düzgün cavabımız olacaq A variantı. 3 nömrəli sualda n A çoxluğu fərqi B bərabərdir 4x çıxaq 5. M B-də olub A-da olmayan elementlərin sayını veribdir. Birləşmə də verib bizdən kəsişməni soruşur. A-da olub B-də olmayan çoxluqla B-də olub A-da olmayan çoxluqların bir-birinə bərabər olduğunu dediyinə görə mən bu iki ifadəni bir-birinə bərabərləşdirərəm. 4x çıxılsın 5 bərabərdir 2x üzərinə gəlinsin 1-ə. 2x bərabər 6-ya, x də buradan 3 edər. X-in yerinə 3 qiymətini yazsaq, n A-da olub B-də olmayan elementin sayı 3 dəfə 4-üm 12, 5 çıxanda 7 qalacaq. B-də olub A-da olmayan da buna bərabər olduğu üçün bu da 7. Bizə birləşməni 20 veribdir. Bizdən kəsişmə soruşulur. Burada Euler-Venn diaqramını çəksək, A çoxluğu ilə B çoxluğunun Euler-Venn diaqramında çəkdik. A-da olub B-də olmayan 7, B-də olub A-da olmayan 7. Birləşmə 20 olması üçün hər ikisində bir yerdə 20 çıxması üçün kəsişmə nə qədər olmalıdır? 7, 7, 14 demək ortaya 6 çatışmır. Kəsişməmiz olacaq 6. Düzgün cavab A variantı. 4 nömrəli suala baxaq. Kompleks ədədin qoşmasını soruşur bizdən. Bəzən şagirdlər bunun sadəcə qoşmasına vurub bölürlər, kifayətlənirlər. Ancaq sonda bizə kompleks ədədin qoşması soruşulduğu üçün diqqətli olmaq lazımdır. İlk öncə z-i sadələşdirsək, 1 çıxılsın i-nin qoşmasına vuracaq. 3 üstə gələk i-ni, vururam 1 üstə gələk i-yə. Məxrəcin qoşmasına vurduq hər ikisini. Aşağı oldu 2 ədədin fərqi, 2 ədədin cəmi bizə a kvadratı minus b kvadratını verdiyindən 1 çıxılsın i-nin kvadratı. I-nin kvadratı mənfi 1 etdiyindən olacaq müsbət 2. Surəti vurub atacaq 3 dəfə 1-im 3 üzərinə gəlinsin. 3 dəfə i, 3i üzərinə gəlinsin. I-ni 1-ə i, i-ni i-yə, i-nin kvadratı. I-nin kvadratı mənfi 1 edər. 3-dən 1 çıxsaq 2 üzərinə gəlinsin. 4i bölək 2. Burada 2-ni mötəzə kənarına çıxarsaq və yaxud da elə tez-tez böləkdə bunları. Neyinirsən bir də çıxarır. 2-ni 2-yə böləndə 1, 4-ü 2-yə də böləndə 2i. Bu elədir bizim kompleks ədədimiz. Amma bizdən bunu istəmir. Qoşması soruşulduğuna görə z qoşma bərabər 1 minus 2i. Düzgün cavab A variantı. Gəlin baxaq 5 nömrəli suala. Sinus kvadrat 11 üzərinə gəlinsin 4 tangesi 25 vur tangesi 65 üzərinə gəlinsin sin kvadratı 79 ifadəsinin qiymətini tapın deyir. 79 dərəcə ilə 11 dərəcənin cəmi 90 dərəcəni verdiyindən əgər iki bucağın cəmi 90 eləyərsə sinusu kosinusla tangesi kotangesini əvəz eləmək olar. Sinus kvadratı 79-un əvəzinə kosinus kvadratı yazaram, amma buradakı bucağı yazacağam 11. Çünki cəmi 90 edir. Burada tangens 65-in əvəzinə silib kotanges 25 yazmaq olar. Çünki cəmləri 90 eləyir bunların da. Sinus kvadratı 11 ilə kosinus kvadratı 11-in cəmi 1 edər. 4 vurulsun. Tangens 25-i kotanges 25-ə vurmaq 1 edər. 1 üzərinə gəlinsin 4 cavabımız 5 edəcək. Düzgün cavab C variantı. 6 nömrəli suala baxaq. Mərkəzi O 2-1 nöqtəsində olan və 5-5 nöqtəsindən keçən çevrənin tənliyini göstərin deyir. Çevrənin tənliyinin düsturu x minus a-nın kvadratı üzərinə gəlinsin y minus b-nin kvadratı bərabər r-in kvadratına. Burada mərkəzi koordinatlarımız deməli 2 ilə 1-dir. O zaman a-nın yerinə 2,
B-nin yerinə 1 yazaq. Çünki bunlar mərkəzi koordinatlarımızdır. 5 nöqtəsindən keçir deyir. Bunlar nədir? Bunlar bizə radius tapmaq üçün kömək olacaq bir nöqtədir. X-in yerinə 5, Y-in də yerinə gəlin 5 yazaq. 5 minus 2-nin kvadratı, Y-in də yerinə yazıram 5 minus 1-in kvadratı. 5-dən 2 çıxsa 3, kvadrat 9. Digəri 4 edər, kvadratı 16 bərabər R-in kvadratına. 25 bərabər R-in kvadratı. Bizə də R-in kvadratı lazım idi, elə 25 yazacağım. Düzgün cavabımız B variantı olacaq. Gəlin baxaq 7 nömrəli suala. Aşağıdakı cədvəldə verilmiş ədədlərin hansı hissəsi müsbət ədədlərdir deyir. Bəzən uşaqların ən çox yanıldığı yer, səhv yazdığı yer ondan ibarət olur ki, götürürlər bunu modulda çıxardırlar, nə bilim işarə dəyişirlər falan filan. Bir şey nəzərdən qaçırdılar ki, kök elə yazsalar da düzgün almalıdırlar, amma özlərini alladıb səhv yerə gedib çıxırlar. Kök altı ifadə onsuz da müsbətdir. Gəldik digərinə. Loqaritma 3 əsasdan 0,5. Əgər loqaritmanın həm burası, həm də bu hissəsi, əsası da, qiymətli hissəsi də, hər ikisi birdən böyük olsa, müsbət olur. Yox, hər ikisi sıfırlıqla 1 arasında yerləşsə, məsələn 0,5 1 olsun, 0,7 1 olsun, hər ikisi 0 ilə 1 arasında olsa, yenə müsbətdir. Amma loqaritmada biri birdən böyük, biri 0 ilə 1 arasında olanda cavab mənfi olur. Ona görə bu mənfidir. Mənfi ədədin üzərində qüvvət cüt olduğu üçün müsbət. Kosinüs 120 dərəcə. Bir dənə koordinat oxumuzu çəkək. Bura 180 dərəcədir. Bura 90 dərəcədir. 120 dərəcə təqribən buralara bir yerə düşür. Yəni, ikinci rübə. Kosinüs ikinci rübədə sol tərəfdə olduğuna görə mənfidir. 4 üstü mənfi 2. Bu mənfi sizi aldatmasın. 4 üzərində mənfi demək 1 bölək 16 deməkdir. Bu da müsbətdir. LC pi. LC loqaritma 10 əsasdan deməkdir. Pi də təqribən 3,14 qiymətini alır. Təqribən. Əslində bundan böyük bir ədəddir. 10 birdən böyük olduğuna görə, 3,14 də birdən böyük olduğuna görə, incə dedim ki, bu tiplər müsbət sayılacaq. Sinus 200 dərəcəyə baxaq. 200 dərəcə 180 ilə 270-in arasında olduğuna görə, aşağıda olduğuna görə, sinusda y oxu olduğu üçün mənfidir. Pi çıxılsın 3,14. Pi 3,14-ü aşan bir ədəddir. 3,14 bunun təqribi qiymətidir. Əslində bu belə uzana gedir. Ona görə də 3,14-dən böyük olduğuna görə bu da müsbətdir. İndi bizə deyir ki, müsbət ədədlər bütün ədədlərin neçə hissəsidir? Hansı hissəsidir? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə. 5 dənə müsbət ədədim var. Toplamda 8 dənə ədədim var. Olacaq 8-də 5. Düzgün cavab D variantı. Gəlin baxaq 8 nömrəli suala. ABCD düzgün çoxbucaqlısında bucaq ACD 144 dərəcə olarsa bu çoxbucaqlının neçə tərəfinin olduğunu bizdən soruşulur. Düzgün çoxbucaqlı olduğu üçün bütün tərəflər və bütün bucaqlarının eyni olduğunu mən bilirəm. Mən bura bir dənə bu bucağa bir alfa desəm. Bax. Bu bucaq toplam neçə dərəcə oldu? 144 üzərinə gəlinsin alfa. Çoxbucaqlının bütün bucaqları eyni olduğuna görə, bu da çoxbucaqlının bir bucağı olduğuna görə, bu bucağın yerinə 144 üstə gəl alfa yaza bilərəmmi? Bu bucaq hər neçədirsə, bu da ondan olmalıdır. Deməli, düzgün çoxbucaqlının yan tərəfləri bərabər olduğuna görə, bu bərabər yanlı üç bucaq olduğu üçün, bu bucaqda nə olacaq? Alfa olacaq. Üçbucağın daxili bucaqların cəmi 180 olduğu üçün, bax bu üçbucağımın. Burada bucaqların cəmini toplayıb 180-ə bərabər edəcəm. 144 üstə gələk alfa, üstə gələk alfa, üstə gələk alfa. Bərabər 180-ə. 3 alfa bərabərdir. 144-dən 180 çıxanda 36-ya, alfa da bərabər 12 dərəcəyə. Alfanın yerini 12 yazsam, olacaq bura 12 dərəcə. 144-ün üzərinə 12 gəlsək 156 dərəcə, burada 12 dərəcə olacaq. Bizə soruşulur ki, neçə bunun tərəfi var? 156 bunun daxili bucağı olduğuna görə, bu bucağı, xarici bucağı neçə dərəcə qalacaq? Xarici bucağına qalacaq 180 olması üçün 24 dərəcə. Yadda saxlayın, çoxbucaqlının bütün xarici bucaqların cəmi 360-dır. Bir xarici bucağım 24-dürsə,
360'ı 24'e bölək, görək bunun nə qədər tərəfi var, nə qədər bucağı var? Düzgün cavabımız 15 olacaq. Yəni C variantı. Ya da şagird var bu düsturdan istifadə edir. Deyir bir bucağımı 156 tapmamışam. 180 vurulsun n-2 bölünsün n bərabər 156. Buradan 180 vurulsun n-2 bərabərdir 156 n-ə. Nə bilim bunu açacaq 180 n-360 bərabərdir 156 n-ə. Buradan 24 n bərabərdir 360'a. N də bərabər 15 olacaq. Gəlin baxaq 9 nömrəli suala. İfadəsini sadələşdirin deyir. Kəsrin surətində birinci ifadəmdə hər ikisində z olduğuna görə mötərizə kənarına çıxardıram. Hər ikisində y olduğuna görə mötərizə kənarına çıxardıram. Aşağıda hər ikisində x olduğu üçün mötərizə kənarına çıxardıram. Hər ikisində z olduğuna görə mötərizə kənarına çıxardıram. Surətdə hər ikisində yenidən x minus y yarandı ortaq. Mötərizə kənarına çıxartdığımız üçün qalacaq z üzərinə gələk y bölünsün. Aşağıda hər ikisində x minus y mötərizə kənarına çıxdığı üçün yuxarıda qalacaq x plus z. Yəni yanında da bunun. Bunlar gedəcək qalacaq z üzərinə gələk y bölünsün x plus z. Düzgün cavabımız olacaq B variantı. Gəlin baxaq 10 nömrəli suala. Çevrə xaricinə çəkilmiş 4 bucaqlının iki qarşı tərəfinin cəmi 35 imiş. Çevrənin xaricinə bir dənə 4 bucaqlı çəkək. Yadda saxlayın, əgər bir çevrənin xaricinə 4 bucaqlı çəkilibsə, belə bir qayda var ki, onun qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. İndi bax, iki qarşı tərəfin cəmi 35 olduğunu deyir. Tutalım ki, bu tərəflərin cəmi 35 olsun. Digər iki tərəf, mən indi bilirəm ki, zaten bunlar da 35 eləyəcək. Bunu mən də bilirəm. İndi mənə deyir ki, digər iki tərəf 3-ün 4-ə nisbətində bölünüb. Buralar 3K ilə 4K nisbətində bölünübsə, cəmi neçə edəcək? 5K. Bunların cəmi 5K-dırsa, əslində digərlərində cəmi 5K-dır. Qarşı tərəflərin cəmi 35 olduğuna görə, üzr istəyirəm, bunları toplayanda 7K. Buradan K da bərabər 5 olacaq. 5 dəfə 4-üm 20 edəcək. 5 dəfə 3-üm 15 edəcək. Tərəflərimiz 20 ilə 15. Düzgün cavab C variantı. Gəlin baxaq 11 nömrəli suala. 2 üzərində A 37-yə bərabər olduğu bizə deyilir. Burada A-nın təqribi qiyməti neçə olar? Əgər 2 üzərində 5 olsaydı, cavab 32 çıxardı. Amma 37-ni açdığına görə bu 5,3 neçədir təqribən? Özümüzdən uydurub 5,3 yazaq. B-nin qiymətinə baxaq. Əgər B-nin yerində 4 olsaydı, 3 üzərində 4 81 olardı. Amma bu 81-i açdığına görə demək B-imizin də qiyməti təqribən olsun 4,5. Gəlin bu modulu həll edək. 5,3-dən 6 çıxanda mənfi qalacaq. 4,5-dən 4 çıxanda müsbət qalacaq. A B-dən böyük olduğu üçün bu da müsbət olacaq. Mənfi olanda modulun içərisindəki ifadə tərsinə çölə çıxacaq. 6 minus A. Üzərinə gələk. Müsbət olanda olduğu kimi çıxır. Çıxılsın. Müsbət olanda olduğu kimi çıxır. Gəlin bunu açaq. 6 minus A üzərinə gələk A minus 4. Çıxaq A, üstə gələk B. 6-dan 4 çıxsaq 2. Sonra. Bura mən niyə A yazmışam? Bax, bura B veriblər. Götürüb bura A yazıram. Bu B'dir. Mənfi A, 2A. B'ləri də toplayanda 2B edəcək. Düzgün cavabımız D variantı. 12 nömrəli suala deyir ki, hündürlüyü loqaritma 3 əsasdan 256 vahid olan ağac yerə perpendikulyar vəziyyətdə olan ağac gövdəsindən qırılaraq şəkillər kimi aşmışdır. Ağacın yerdən qalan hissəsinin hündürlüyü verilibdir. Bizə AC uzunluğu soruşulur. Biz bilirik ki, bu ağac buradan qırılsa belə, buradan qırılıb, indi aşıb da, düzdürmü? Mən bu ağacı geri qaytarsam, belə. Ağacın həmənki vəziyyəti alacaq, düzdürmü? Demək, ağacın əvvəlki vəziyyəti nə qədər imiş? Loqaritma 3 əsasdan 256. Bunun bu hissəsi qalıbsa burada, demək, buradan hansı hissəsi qalıb? Ümumidən çıxılıb bunu, burada qalanda o çıxılan hissəsi də, düzdürmü? Anlamadınsa belə bir şey deyim də. Tutalım ki,
Bu uzunluq 10 olsun. Həmən bu dirək ortadan qırılsın. Qırıldığını varsay. Tutalım ki 4 metr hissəsindən qırıldı. 4 metr hissəsindən qırılıb aşağı düşdü. Bunun bu hissəsi nə qədər olacaq? 6 olacaq da, düzdürmü? Niyə, hardan bildim? Çünki bunu qaytarsaq öz yerinə, həmən bu uzunluğu bizə verməlidir. Demək ki, mən bu uzunluğu tapmaq üçün, bura bir y desək, ümumi uzunluqdan buranı çıxmalıyam ki, görün burasının payını nə qədər düşübdür. Yazıram ki, y bərabərdir. Loqaritma 3 əsasdan 256-dan çıxıram. Loqaritm 3 əsasdan 8-i. Loqaritmada çıxılan zaman bölünür. 256 8-ə bölsəz 32 edəcək. Demək ki, bu uzunluq loqaritma 3 əsasdan 32-dir. Bizdən AC-nin uzunluğu soruşulur. AC-nin uzunluğu necə tapacaq? Pifagor teoreminə görə x-in kvadratı bərabərdir. Hipotenusun kvadratından çıxacam. Digər katetin kvadratını. Loqaritma 3 əsasdan 8-in kvadratını. Müxtəsər vurma düsturuna görə bir dəfə açıb, bir dəfə toplayacaq. Daha doğrusu bir dəfə fərqi, bir dəfə cəmi kimi toplayacaq. Loqaritma 3 əsasdan 32 çıxılsın. Loqaritma 3 əsasdan 8 vurulsun. Loqaritma 3 əsasdan 32 üzərinə gəlinsin. Loqaritm 3 əsasdan 8. Çıxılan zaman loqaritma 3 əsasdan 4 olacaq. Vurulsun. Toplanan zaman loqaritma 3 əsasdan 256 olacaq. Vurulacaq bunlar bir-birinə. 256 4 üzərində 4 deməkdir. Bu 4 qüvvətdəki 4. Önə gəldiyi üçün belə bir situasiya yaranır. Bu da nə deməkdir? 4 vurulsun. Loqaritma 3 əsasdan 4-ün eyni şeyi bir-birinə vurduğumuz üçün onun kvadratı olacaq. İndi baxaq burada nəyə? Biz x-in kvadratı yazmışdıq. X-in kvadratı bərabərdir 4 vurulsun. Loqaritma 3 əsasdan 4-ün kvadratı. Nəyin kvadratı 4 eləyər? 2-nin. Nəyin kvadratı bu edəcək? Heç nə. Loqaritma 3 əsasdan 4-ün. İndi cavablarda belə vermədiklərinə görə 2-ni də bunun təpəsinə qaytaraq. Cavabımız olacaq loqaritma 3 əsasdan 4-ün kvadratı, yəni 16. E variantı. Buraxılış imtahanı adətən belə bir sual düşsə, sizə nə cür sual düşə bilər? Burada adi bir ağacın uzunluğunu verər. Məsələn, 16 verər. Sonra deyər ki, tutalım ki, hətta belə deyim də 18 verər. Deyər, bura 5 imiş. Sən də buranı 13 taparsan. 13 taparsan. Səndən buranı soruşacaq. Sən də buranı 12 taparsan. Yəni, belə bir sual imtahanıza düşmə ehtimalı ola bilər. Gəlin, baxaq 13 nömrəli suala. Sinus 2x bərabərdir kosinus x-ə. Sinus 2x-i mən açsam, 2 sinus x vurulsun kosinus x kimi yaza bilərəmmi? Bərabərdir kosinus x-ə. Buradan kosinus x-i sola göndərsək, 2 sin x, cos x, çıxaq cos x bərabər 0-a. Kosinus x-i mötərizə kənarından çıxarsaq, 2 sinus x çıxılsın 1 bərabərdir 0-a. Buradan hər bir vurğu ayrı-ayrılıqda 0-a bərabər edirəm. Kosinus x bərabərdir 0-a. Bir də 2 sinus x çıxaq 1 bərabərdir 0-a. 2 sinus x bərabərdir 1-ə. Sinus x də bərabərdir 2 də 1-ə. Kosinus 0-ı nə zaman alır? İlk öncə bu tənliyi həll edək. X bərabərdir pi bölək 2 üzərinə gəlinsin pi k-dan. Bu birisini həll edək. Sinus 2-də 1-i nə zaman alır? X bərabərdir mənfi 1 üzərində k yazacaqdım, amma k-nı yazdığım üçün davra n yazar. Pi bölək 6 üzərinə gəlinsin pi k yazacaqdım, amma n yazıram. Çünki k-nı bura yazmışam deyə bir-birinə qatmayaq bunları. Bizə deyir ki 0 pi aralığında, yəni 0-180 aralığında köklərin sayını bizdən soruşur. Başlayırıq burada k-ya qiymətlər verməyə. Mən k-ya 0 qiymətini versəm, 0 oldu. X nəyə bərabər olacaq? 90 dərəcə. 90 dərəcə 0 ilə 180 arasında olduğuna görə qəbul olunur. Ancaq mən k-ya 1 qiymətini verəmmərəm. Çünki 180 üzərinə gəldiyi üçün bu aralığı aşacaq. K-ya da mənfi qiymət verə bilmirəm. Çünki buradakı ədədlərin müsbət ədədləridir. Buradan bir dənə kök tapdıq. Digərinə baxaq. Mən n-ə 0 versəm, 0 versəm, 0 versəm. Burada qaldı pi bölək 6, yəni 30 dərəcə. 30 dərəcə bu iki dərəcənin arasında olduğuna görə qəbul olunur.
Sonra n'ə verəcəm 1. N'ə 1 versəm, mənfi 1'in üzərində bir mənfi pi bölək 6 üstə gələk pi, yəni 180. 180'den 30 çıxsaq 150 dərəcə. 150 dərəcədə bu aralıqda olduğuna görə bunu da götürürəm. 2 dənə köşüm burada oldu, bir dənə də köşüm burada. Toplam 3 köş oldu. Niyə enə başqa qiymətlər yoxlamıram? Çünki enə başqa qiymətlər yoxlasam, o aralığı aşıb keçəcək deyə düzgün cavab 3 dənə olur. C variantı. Gəlin baxaq 14 nömrəli suala. İmtahanlara adətən çox düşən sual tiplərindən biridir. Diqqətli şəkildə qulaq asaq. Bir sinifdə cəmi 24 şagird var. Onlardan 14'ü oğlandır, onu eynəklidir. Eynəkli qızların sayı 6'dır. Sinifdən təsadüfən seçilən 2 şagirdin hər ikisinin eynəksiz oğlan və yaxud hər ikisinin eynəkli qız olması üçün neçə üsulla seçmək mümkündür deyir. Bunun adətən ehtimal sualı salınır. İndi biz bunu necə yazacağıq? Gəl sənə göstərim. Bu tip sualları çaşqınlıq yaranmasın deyə hər zaman məsləhətim şagirdlərə diaqram çəkməkdir. Bu şəkildə bir dənə diaqram qurursan. Sonra bunu buradan bölək. Bunu da buradan bölək. Bu olsun bizim nəyimiz? Oğlanların sayı. Burada olsun qızların sayı. Bunu da ortadan bölsəm. Bura olsun eynəkli. Burada olsun eynəksiz. Eynəksiz. Mənə deyir ki, sinifdə cəmi 24 şagird var. Tamam, hələ heç nə eləyə bilmirəm. Heç ara nəsə yaza bilmirəm. Mənə deyir ki, eynəkli qızların sayı 6'dır. Eynəkli qızlar, eynəkli olsun, qız olsun. 6'nı yazdım. Bu getdi. Sinifdə 10 şagird eynəkliymiş. Eynəkli şagirdlərin sayı 10'dur. Eynəkli şagirdlər de buradadır bax. Eynəkli şagirdlər 10 dənədirsə, 6'sını buraya yazdımsa, 4'ü də buraya qalacaq. Sinifdə 14 oğlan var deyir. Oğlanlar buradadır. Oğlanlar. Oğlanlar 14 dənədirsə, 4'ünü buraya yazdımsa 10 dənə də buraya qalacaq. Sinifdə toplam 24 nəfər olduğuna görə bura çatışmır nə qədər? 4 ilə 10, 14, 6 var, 20, 24 olması üçün 4 çatışmır. İndi məndən nə istəyir? Təsadüfən 2 şagirdin, sinifdən təsadüfi seçilən 2 şagirdin hər ikisinin eynəksiz oğlan və ya hər ikisinin eynəkli qız olması neçə üsulla mümkündür? 2 şagird seçiləcək. Hər ikisinin eynəksiz oğlan və ya olduğuna görə toplamı olacaq. İlk öncə birini həll edək, daha sonra digərini. Hər ikisinin 2 şagird seçiləcək. Kombinzon. Deməli, eynəkli hər ikisinin eynəksiz oğlan. Eynəksiz oğlan nə qədərdir? Eynəksiz buradadır. Oğlan dediyi üçün budur. 10 dənə. Demək ki, mən eynəksiz oğlan istəyirəmsə 10 nəfərdən ikisini seçəcəm. Və ya İkisinin də eynəkli qız olması. Eynəkli qız nə qədərdir? Eynəkli buradadır. Qız da de buradadır. 6. Demək 6 nəfərdən ikisini seçəcəm. Bax, bunu hesablayacağım. Cavabımız hər nəsə odur. Kombinzon 10'dan 2 necə hesablanır? 10 faktorial bölünsün. 2 ədədin fərqinin faktorialı vurulsun. 2 faktorial. Üstə gələk 6 faktorial bölünsün. İkisinin fərqinin faktorialı vurulsun 2 faktorial. 10 faktorialı silib 8 faktorial vur 9 vuraq 10 kimi yaza bilərəm. Bunlar getdi. 90'ı 2'ye böləndə 45. Üstə gələk. 6 faktorialı silib 4 faktorial vur 5 vur 6 yaza bilərəm. 30'u 2'ye böləndə 15. Bu da edəcək 60 düzgün cavabımız. Gəlin baxaq 15 nömrəli suala. Aşağıdakı sütunlu diaqramda 5 nəfərin boyları haqqında məlumatlar verilib. Çox məlumat var. 174 santim verilibdir. Ayşə və Kamalın boyları eynidir. Əli Kamalın boyundan 2 santim qısadır. Elif Akifin boyundan 6 santimetr uzundur. Akif Ayşənin boyundan 3 santim uzundur. Ən hündür boy 174 olduğunu bilərək bu boyların ortalaması soruşulur bizə. Necə eləyəcəm? Gəl bir yazaq. Ayşə və Kamalın boyları eynidir. Yazıram Ayşən. Sonra Kamal. Buraya yazaq Kamal. Sonra yazaq Elif. Sonra yazaq Akif. Əli yazmadıq elə. Ayşə, Kamal, Əli,
Sonra Akif, Elif. Hamısını yazaq ki, itib qalmasın heç nə. Ayşə, Kamal, Əli, Elif, Akif. Düzdürmü? Hamısını yazdıq. Deyir ki, Ayşə və Kamalın boyları eynidir. Ayşənin boyuna x deyək. Kamalın da boyu nə qədər olacaq? X olacaq. Əli Kamalın boyundan 2 santim qısadır. Əlinin boyu Kamalın boyundan 2 santim qısadırsa x minus 2 olacaq. Elif Akifin boyundan 6 santim uzundur. Bunu dayandıram hələ. Akif Ayşənin boyundan 3 santim uzundur. Ayşənin boyu x-dir. Akif də bundan 3 santim böyütürsə x plus 3 olacaq. Elif də Akifin boyundan 6 santim uzundur. Elif budur. Akifin boyu budursa 6 santim bundan uzun nə deməkdir? X üzərinə gəlinsin 9. Vəssalam. İndicə görək ən uzun burada kimdir? Ən uzun burada Elifdir. Demək ki, Elif ən uzundur. Boyu da 174 verilibdir. Demək ki, x üzərinə gəlinsin 9 174-ə bərabərdir. Buradan x də bərabərdir 165-ə. X-in yerinə 165 yazırıq. 165-dən 2 çıxanda 163. 165-in üzərinə 9 gələndə 174. 165-in üzərinə 3 gələndə 168. Ortalama soruşulurdu bizdən boy. Bunlar toplanılır. Bölünəcək saylarına. Neçə nəfər var? 5 nəfər var. Bunlar bölsək düzgün cavabımız 167 edəcək. Ola bilər ki, burada rəqəmlər dəyişər, başqa şeylər verirlər sizə. Yəni bu şərt deyil ki, iminli boy məsələsi ilə bağlı verirlər. Yəni bu tipləri necə yazıldığını gör. Gəlin baxaq 16 nömrəli sualda. Şəkildə fx funksiyasının qrafiki verilmişdir. Buna görə fx böyük bərabərdir 0 bərabərsizliyini ödəyən neçə natural ədəd var deyir. Fx-in funksiyamın 0-dan böyük olduğu qiymətlər fx demək y deməkdir. Y-in 0-dan böyük olduğu bilsin nə deməkdir? Y mənfi o zaman olur ki, aşağıda olur. Y-imizin 0-dan böyük olduğu demək, yəni yuxarıda olduğu hissələr nəzərdə tutulur. Yəni bax, yuxarıda olan qismlər. Amma burada təkcə böyük yox, böyük bərabərlik də veribdir. Yəni y-imin 0 olduğu ərazilər də götürə bilərəm. Y nə zaman 0 olur? X oxunu kəsəndə. Oxunu kəsən yerlər. O zaman nağd yadımızdan çıxmasın deyə 2-ni də 5-i də 8-də götürək. 2-ni götürürəm, 5-i də 8-də. Niyə? Çünki buralarda y-in cavabları 0-dır. İndi y-in müsbət olduğu yerlər lazım deyil. Bu hissələr. Gəl görək, bu aralıqda kimlər var imiş? 0-dan başlayaq. 2 ilə 1-in arasında 1 var. Bəli, 1 yuxarı gedir, müsbətdir. Demək 1-i götürəcəm. Sonra yuxarıda olduğu üçün bu hissələri də götürəcəm. Bu aralıqda 2 ilə 5-in arasında kim var? 3 var, 4 var. Sonra bu aralıq aşağı olduğu üçün lazım deyil. Cavabım oldu 1, 2-ni də götürürəm, 3-ü də, 4-ü də, 5-i də, bir də 8-i. Nə qədər oldu? 1, 2, 3, 4, 5, 6. Ödəyən 6 natural ədədimiz var. 17 nömrəli suala bax. Tənliyin kökləri x1, x2 olarsa A parametrin qiymətini tapın. Şagird bilir ki, Viet teoremindən köklər cəmi ortadakıdır. Buradan x1-lər gedəcək. x2-ni sola göndərsək, x2 üzərinə gələk, x2 bərabər 0-a. 2 dənə x2 0 olarsa, x2-nin cavabı 0 olar. Tənliyimin köklərindən biri 0-dırsa, o biri köküm hər nə olur olsun, istir 7 olsun, istir 1000 olsun, tutalım ki 5 olsun da, fərqi yoxdur. Köklər hasilimiz nə olacaq? 0. Köklər hasilimiz bura olduğuna görə bu hissənin 0 olması üçün 12 minus A 0 olarsa A'mızın qiyməti 12 olacaq. Düzgün cavab 12. Gəlin baxaq 18 nömrəli suala. Nöqtədən müstəviyə 30 dərəcəli bucaq altında mail çəkilmişdir. Bir dənə müstəvi deyən zaman bir dənə düz xətt çəkilin. Bax, nöqtə deyəndə burada havada bir nöqtə götür. Müstəviyə 30 dərəcəli bucaq çəkilmişdir. Mail çəkilmişdir. Mailin müstəvi üzərində proyeksiyası mail budur. Kimin üzərində proyeksiyası? Müstəvi üzərində. Proyeksiya belə tapılır. Kimin deyirsə, onun baş ucu, son ucu tapılır. Kimin üzərində proyeksiya deyilirsə, həmən nöqtədən ona hündürlük çəkilir. Həmən bu hündürlüklərin arasındakı yerə proyeksiya deyirlər. Bura 6 kök altında 3'dür. Bura 60 dərəcədir. 60 dərəcə qarşısında duran katet. Bu biri katetin kök 3 qatı olduğuna görə bura olacaq 6. Deyir nöqtədən
Müstəviyə qədər olan məsafəni tapın. Nöqtədən yerə qədər olan məsafə nə qədər çıxdı? 6 oldu. Düzgün cavabımız 6. Gəlin baxaq 19 nömrəli suala. Aşağıda vahid kvadratlardan ibarət olan müstəvi verilmişdir. Deməli parçalar çəkilibdir. Buna görə rənglənmiş sarı hissənin sahəsinin isə kvadrat vahiddir. Bu üç bucağın, daha doğrusu bu dörd bucaqlının sahəsini tapmağa çalışdığın zaman görsən ki, əlində heç nə yoxdur. Demək ki, bu tiplər elə suallardır ki, sən nəyinsə sahəsini tapıb, nəyinsə sahəsini çıxmalısan ki, bu rənglənmiş hissə alınsın. Gəl mən sənə belə bir şey deyim. Gör məndən razısanmı? Biz bu üç bucağın sahəsini tapsaq, bu üç bucağın, ana üç bucağımız var ilkə. Bunun sahəsini tapsaq, daha sonra bunları, bir də bunu çıxsaq, geriyə bu sahə qalmazmı? Niyə bu sahəni direkt tapmaq mümkün deyil? Bu üç bucağın sahəsini tapmaq istəsən, hündürlüyün buradan bura var. 2 metr, 1, 1, 2. Amma bunun arasındakı bu oturacağın məsafəsini bilmirəm. Amma mən bu üç bucağın sahəsini tapa bilərəm. Bax, bunun, bax, bir də bundan ibarət olan üç bucağın. Bu üç bucağın sahəsini gəlin bir yerdə tapaq. Buranı oturacaq qəbul eləyək. Oturacağımız neçədir? 1, 1, 1, 1. Sahə bərabərdir. 4 vurulsun h. Hündürlüyümüz nə qədərdir? Buradan bura olan hündürlük deyilmi? Bu hündürlüklə bu hündürlüklər eyni şeydir da. Neçə dama oldu? Hər daman 1'dir. 1 vahid, 1 vahid, 1 vahid. Hündürlüyümüz 3. Bölək 2. Bu da elədi 6. Sahəm 6 elədi. Üç bucağımın sahəsi 6 elədi. İndi çıxacam bu sahədən, bax, bu üç bucağın sahəsini. Bir bu üç bucağın sahəsini. Bir də bu üç bucağın sahəsini. Gəl bu üç bucağın sahəsini tapaq. Tərəfimiz nə qədərdir? 3 metr, bax. Buradan bura 3. S kiçik yazıram buna. 3 vurulsun. Bu tərəfə çəkilən hündürlüyümüzü tapaq. Hündürlüyümüz nə qədərdir? 1 vahid bura, 1 vahid bura, 2. Bölünsün 2. Bu da elədi 3. S digər kiçik sahəni tapaq. İndi bu üç bucağın sahəsini tapaq. Bax, bax, bu. Qırmızı ilə çəkdiyim. Bu üç bucağın sahəsini necə tapacam? Tərəfimiz 1. S bərabərdir. Tərəf 1. Tərəfə çəkilən hündürlük 1 vahid bura, 1 vahid da bura, 2 bölünsün 2. 1. Bu sahədə 1 elədi, bu sahə 3 elədi. Toplam sahələrin balacalarım 4 elədi. Ümumi sahədən 6-dan bu 4'ü çıxsam, mənə o 2 veriləcək. Düzgün cavab 2. Gəlin baxaq 20 nömrəli suala. Aşağıda fx funksiyasının qrafiki verilmişdir. f7 bərabər f2-yə, o da bərabər 0-a. f0-ın da qiyməti verilibdir. Bu məlumdursa bu ifadənin qiymətini tapın. Şagirdə belə bir sual verəndə avtomatik cavab verilir. Deyirəm ki, əziz şagird, x oxunu kəsən yerdə y-in cavabı nə olur? Deyir 0 olur. Məsələn, deyirəm, bura 2 nöqtəsi olsun. X bərabər 2 olanda y nə olur? Deyir 0 olur. İndi bunu da yazanda belə yazmaq olmaz. X-ə 2 verdim. Bu fx deməkdir da. X-in yerinə 2 yazdım. Cavab nə çıxdı? 0 çıxdı. Bunun anlamı bu deməkdir. Demək, x oxunu kəsən yerlərdə cavab 0 çıxır. İndi bunu silsəm, bax bu 2-ni silsəm, desəm f2 0'dır. O dəqiqə demərsənmi bura 2 imiş? Hardan bildim deyə burada vermirsən də ona görə. İndi mən nə edəcəm? Bax, nə yazılıb? f7 bərabər 0, f2 bərabər 0. Demək, x-i kəsən nöqtələr 7 ilə 2 imiş. 7, 2 hansılar olacaq? Bu da x-i kəsir, bu da x-i kəsir, bu da x-i kəsir. Mən hansını götürəcəm? Sağ tərəf müsbət olduğu üçün 2 bu olacaq. 7 də ondan sonra gəldiyi üçün böyük bir ədəd olduğu üçün o da sağında olacaq. Demək ki, c-imizin qiyməti 2, d-imizin qiyməti 7 imiş. İndi c-nin yerinə 2 yazsam, d-nin də yerinə 7 yazsam, kök altında 9'dan 3 çıxacaq. 3 bərabər modulda a-ya. Nədən a? 3 çıxacaq. A ya 3'dür, a ya da mənfi 3'dür. A ədəd oxunda sol tərəfdə olduğuna görə a-mızın qiyməti mənfi 3 olacaq. A-nın qiyməti mənfi 3 tapdıq. İndi gəl baxaq, nəyə? İndi y-i kəsən yerdə də x-in cavabı 0'dır. Yəni biz f0 lazımdır. F0'ın da cavabını sağ olsun verib budur.
Kök altında c'nin qiymətini 2 tapmışdıq. Bu da 7. Kök altında 9-dan nə çıxacaq? 3. F0'ın cavabı 3'dür. Demək ki, bura 3'dür. Demək ki, B'mizin də qiyməti 3 olacaq. Aparıb bunları yerinə yazsaq, D'nin yerinə 7. 7 çıxılsın, 2 vurulsun. C'nin yerinə 2, üstə gələk 3 vurulsun. B'nin yerinə 3 çıxılsın, 4 vurulsun. A'nın yerinə -3. Oldu 7 minus 4, üstə gələk 9, üstə gələk 12. 7-dən 4 çıxanda 3, üstə gəl 9, üstə gəl 12. Bu da edəcək 24 düzgün cavabımız. 21 nömrəli suala baxaq. A'yı DB-yə paraleldir deyir. A'yı bu xətlə, bu xət bir-birinə paralel imiş. 2 dənə vətərin bir-birinə bərabər olduğunu deyir. Bucağı veribdir. X'i bizdən soruşur. Şagird burada 2 dənə mühüm qaydanı bilməlidir. Əgər çevrədə 2 vətər bir-birinə bərabərdirsə, onların gərdiyi qövslər də bir-birinə bərabərdir. Dərəcə ölçüləri. İkinci qayda. Əgər çevrədə 2 vətər bir-birinə paraleldirsə, 2 vətər bir-birinə paraleldirsə, onların aralarında yaratdığı bu bucaqlar da bir-birinə bərabərdir. Mən görürəm ki, 2 vətərin bərabərdir. Ona görə onların gərdiyi qövslər də bərabər olduğuna görə buraya mən alfa desəm, bu da olacaq alfa. İndi bax, bununla da bu bir-birinə paralel olduğu üçün bu tərəf alfa olduğundan bu tərəf də alfa olacaq. Və nəticə etibarilə belə bir şəkil alındı. Şagird hətta burada 3-cü qaydanı da bilməlidir. O qayda hansıdır? Bir toxunan bir kəsən çəkilərsə, bu alfanı tapmaq üçün A'dan B'ni çıxıb yarıya bölürdük. İndi mən burada 42'ni tapmaq üçün buradan bura neçə alfa elədi? 2 alfadan alfanı çıxıram. 2 alfadan alfanı çıxıb yarıya böləcəm. Bu da oldu 42 bərabərdir alfa bölək 2. Alfa da buradan 84 edər. Alfanın yerinə 84, 84, 84 yazsaq, deməli, hamısı 360 eləməlidir. Toplasaq 3 dənə 84'ü toplayıb bir dənə də x'i 360'a bərabər edəndə x buradan 108 çıxır. Gəlin baxaq, növbəti sualımız 22 nömrəli suala. Kök altında ifadə verilibdir belə bir. Bu tip suallar adətən 90% imtahanlara salınır. 2 qat radikal düsturundan istifadə edib çıxaracaq. Kök içində kök verilən zaman çalış ki, ikinci kökün qarşısında 2 olsun, 2 rəqəmi. Kök altında 17 çıxılsın, 12'ni parçalayıb 2 vurulsun 6 yazıram. 6'nı bu kökün içinə salsaq 36 kimi içəri girəcək, olacaq kök altında 72, üstə gələk. Kök altında 17 üstə gələk. 2 kök altında bunu da eyni şəkildə yazdım, 72. Sən elə bir ədədlər deməlisən ki, vuranda 72 eləsin, toplayanda 17. 8 ilə 9 olar mı? Baxın, toplayanda 17, vuranda 72. Bəli, olar. O zaman cavabımız nədir? Birinci böyük yazılmaq şərti ilə kök altında 9 çıxılsın, sonra da balaca kök altında 8. Bax, o pişi bu ifadənin cavabı budur. Üzərinə gəlinsin. İndi bu birisini yazıram. Kök altında 9, üzərinə gəlinsin, kök altında 8. Bunlar gedəcək 9'dan 3, 9'dan 3 çıxsaq cavabımız 6 olacaq. Deməli, burada nə edərəm? 23 nömrəli sualda. 7'də 2, üzərində A-2 verilib. 4 2'nin 49 da 7'nin kvadratı sayılar mı? Amma bunlar tərsinə çöndüyü üçün mən bunu 7'də 2 yazsam gərək üstünə mənfi yazam. Bunun qüvvətində əlavə olaraq 1-2a da var. Əyaqlar eyni olduğuna görə qüvvətlər də eyni olmalıdır. Yazıram A-2 bərabərdir. -2, mənfiyə üstə gələk 4a'ya. Buradan -2'lər gedəcək. A bərabər 4a'ya. 3a bərabərdir 0'a. A'nı sağa göndərdim. A da buradan 0 edəcək. Bizdən A'nın qiymətini soruşurdu. Düzgün cavabımız 0. Gəlin baxaq 24 nömrəli suala. Yan-yana düzülmüş çevrələrdən ilk çevrənin radiusu 4'üymüş. Sonraki hər bir çevrənin radiusu isə
əvvəlkinin yarısına bərabərdir. Bu çevrənin uzunluqlarının cəmini tapın. Şagird görür ki, burada nöqtələr var. Demək, növbəti çevrəmizin uzunluğu, radiusu 0,5 olacaq. Azala-azala gedir. Və fikir versəz, radiusların qiyməti 2 dəfə azalır. Bu bizə nəyi xatırladır? Sonsuz həndəsi silsilənin cəm düsturu. Silsilə cəmi. Sonsuz azalan həndəs silsilə olduğu üçün düsturumuz Sm bərabərdir B1 bölək 1 minus Q düsturundan istifadə edə bilərik. Bizə bu sualda çevrələrin uzunluqları cəmi soruşulur. Məsələn, bu çevrənin uzunluğu 2pi R1 desək, bu çevrənin uzunluğu 2pi R2, digərininki 2pi R3'dür. Bunların cəmi soruşulduğu üçün hər birində 2pi olduğuna görə mötərizə kənarına çıxır. Qaldı R1 üstə gələk, R2 üstə gələk, R3 üstə gələk, nöqtə. Mən bu radiusların cəmini sonsuz azalanla tapacağım. Birinci radiusumuz 4. 4 bölünsün 1 minus Q. Q bu ədədlərin neçə dəfə azaldığını göstərir. Q-nü tapmaq üçün ikinci həddi birinci həddə bölmək lazımdır. 2-ni 4-ə bölürəm 2də 1. Demək 2də 1 azala-azala gedirlər. Q-nün yerinə 2də 1 yazıram. 4 bölünsün 1-dən 2də 1 çıxsa 2də 1. 4-ü 2də 1-ə bölmək 8 edir. Adətən uşaqlar 8-i tapıb dayanırlar. Bu bizim radiusumuzdur. Bunların cəmini 8 tapdıq. Amma çevrənin uzunluğunu soruşduğu üçün çevrənin uzunluğunun düsturu 2pi R olduğundan R'in yerinə 8 yazsaq 16pi edir. Bunları vuranda 16pi'dir cavabımız. Gəlin bax 25 nömrəli suala. Yaş fındıq qurudulduqda öz kütləsinin 40%'ni itirir. 120 kilogram quru fındıq almaq üçün nə qədər yaş fındıq lazımdır? Mən elə bir fındıq kütləsi götürməliyəm ki, onun qurutduqda 40%'i içsə belə əlimdə 140 kilogram quru fındıq qalsın. Demək ki, mən nə qədər götürməliyəm? X qram bir fındıq götürsəm, onun 40%'ni itirmək. İtirmək nə deməkdir? Azaltmaq. X'i 40% azaltmaq, onu %60'a vurmaq deməkdir. Bu artıq 40% azalmış bir fındıqdır. Bu olmalıdır 120 kilogram. Buradan 120 ilə 60 gedəcək 2 qalacaq. X də bərabər 2-ni 100'ə vuranda 200. Demək mən 200 kilogram fındıq götürməliyəm ki, onu 40% azaldanda, yəni onun %60'ı 120 etsin. Beləliklə izahımız yekunlaşdı. UC 5 ümumi sınav imtahanı 5-ci izahında görüşənədək sağ olun, salamat qalın.